Salam değerli izləyicilərim. Bugün sizlərə Kimya 2025 test topusundan üzv birləşmələr arası kinetik əlaqə mövzusundakı testlərin izahını verəcəm. Birinci suala baxsam, mən çalışacağım videonu təkcə testin cavablarını yazdım keçmə olmayacaq, həm də ki, belə deyək də, hər testdə müəyyən qədər bilik verməyə çalışacağım sizə. Deməli, metandır. Metan 550-650 dərəcədə parçalandıqda, bu arada temperaturdan, əgər temperatur fərqli olarsa, fərqli məhsullar verir. Yəni, mütləq buna diqqət edin. 550-650 dərəcə Selsi olduqda bizə etilen verir. Etilenimizi açıq şəkildə yazdım. Üzərinə xlor qazı gəlsəniz, birləşmə reaksiyası olur. Birləşmə reaksiyası nədir? Məsələn, etilen normalda 2 qat rabitəsi var, düzdür? Birləşmə reaksiyası zamanı bu 2 qat rabitə bu şəkildə qırılır və bura xlor atomları birləşir. Üzərinə kalium hidroksidin spirtdə, baxın, burada sumi spirt mi? Diqqət edin. Spirtdirsə, burada deməli bizdə alınacaq asetilen. Burada alınacaq bizdə asetilen. Asetilen də üzərinə yenə asetilen gəlsəniz, bu bilirsiniz ki, asetilen müxtəlif cür olur. Əgər məsələn D-dirsə, 2 mol asetilendirsə, burada vinil asetilen, 3 molsa benzol olacaq. Burada isə 2 asetilen birləşdi, vinil asetilen. Bunu necə yadınızda saxlaya bilərsiniz? Bir tərəfi baxın, vinildir. Vinil radikalı bu arada budur. Bir tərəfi isə asetilendir. Ona görə də yəni adı da buradan gəlir. Vinil asetilen. Belə yadınızda saxlayın. Yəni 2 asetilen birləşməsi kimi düşünürük. Burada cavab hansı olur? Baxsaq, deməli D variantı. Keçək ikinci suala.